Sifətə nail olmaq ona görə çətin imiş. Şeytanın ən çox qorxuduğu məsələdir. Nəcür olacaq, nətər olacaq? Bu işin nətər olacaq, o işin nətər olacaq, Allah akbar. Amma doğrudan da Allah görsə ki, Subhanahu wa ta'ala doğrusu təvəkkül var ortada. Allah müvəffəq edəcək Subhanahu wa ta'ala. Bu məsələdə ciddi şəkildə Allaha dua eləmək. Son olaraq qardaşın sualının cavabı ilac olaraq nə cür edək ki, təvəkkül məsələsini tapa, Allaha dua etmək. Allaha dua etmək ki, Allah mən sənə təvəkkül edənlərdən et. Bəzən insan Allah korusun, təvəkkül ən axırda yada düşür. Bütün qapılar döyülür, ən axırda təvəkkül məsələsi. Bu da Allah korusun, belə deyək də, dillə deyilən olur. Var dillə demək, bir də nədir? Qəlbdə onu. Doğrudan da mən Allaha təvəkkül et. Özür istəyirəm. Allahın bütün işlərimdə sənə təvəkkül edirəm. Həqiqətən, nə olursa olsun, filan şeyin necə olacaq qardaş? Allaha təvəkkül. Yaxşı olar. Allah görəndə ki, ona qul təvəkkül edir, işlərini yoluna qoyur. Bir də o, Allaha təvəkkül məsələsi var. Burada iki hal verir qəlbdə. İki hal baş verir daha doğrusu. Sizdə hansı hallardır? Tabeinlərdən olan, səhv eləməmsə, Əhl-i Beytdən olan daha doğrusu, imamlardan biri, rahiməhullah, dərs verilmiş, dərs bir günləri. Görür ki, dərs əsnasında tələbələr gəlir ona deyir ki, ey imam, dəvəni oğruyublar və yaxud dəvən itib. Dəvən itib. O deyir ki, elhamdülillah. Üstündən bir müddət keçir, bir neçə dəqiqə mi, bir neçə saat mı, dərsin axırında mı? Gəlib deyirlər ki, biz səhv salmışıq da, sənin dəvən deyilmiş. Başqa dəvənmiş, sənin dəvən oradadır. Bir neçə saniyələr durur, deyir ki, elhamdülillah. Orada tələbələr soruşur ki, o şeyxdən, o alimdən, deyirlər ki, bəs sən birinci dəfə də elhamdülillah dedin, ikinci dəfə. Amma ikincinin arasında biraz dayandın da, amma birincidə dərhal demişdin. Deyir, yox, ona görə dayanmamışdın, deyir. Deyir ki, qəlbimə deyir, qulaq asırın, deyir. Görüm, deyir, qəlbim, deyir, itiləndə də, dəvə itəndə də, tapılanda da eyni idi, yoxsa yox. Deyir, baxdım ki, biraz düşündüm, elhamdülillah, deyir, eyni idi. Doğrudan da elhamdülillah. İndi iki halda da bir şey baş verəndə, nədir? İkisində də elhamdülillah varsa, elhamdülillah, nə gözəl. Allah aləm. Ümid edirəm ki, fikrimi çatıra bildim.